Həyət evində ağacı həyətində başlıyor. Buyurun müştərilər yazır. Bakıxanovda tam mərkəzi ərazidə. Yəni razində qalanlar buranı yaxşı tanır. Əli Kərimlə Yavər Əliyevin kəsişməsində. 11 nömrəli poliklinikiyə, 2 nömrəli doğum evinə yaxın ərazidən 4 sotun üstündə bir dənə həyət evi göstərəcəm sizə. 3 otaqdır. Tam yaşayışlı evdir. Həyəti bacası. Burada torpağın, burada qalanlar bilir. Burada torpağın sotu 65-70 mindir. 4 sotun içində 3 otaq. Çöldə qəşəng bağı var. Bağını görsədim, bax. Hər cürə də meyvə ağacı var, yəni. Ərik var, bax. Nar var, vişnə ağacı var. Gül çiçəyi. Çox gözəl bağı var, yəni. Manqalı da burada, qəşəng. Kababı içək. Qiymət çox münasibdir. Qiyməti deyəcəm, sonda izləyin. Bax, həyətində belə sanuzeli var. Burada bir ambarı var, depo kimi istifadə eləmək olar. Hardasa 25 kvadrat. Girişdə 4 daş kürsülüdür. Qalxırsan, girişdə sol tərəfdə kuxnasıdır. Kuxnadan da keçirsən evdir. Bax, giriş hissəsidir. Güneş koridoru var burada. Sanuzeldir evin içində. Hamam tualet bir yerdədir. Gəlirsən, koridorun axırında zaldır. Hardasa 25 kvadrat, 23 kvadrat salımız var. Sağ tərəfdə yataq otağıdır. Bir dənə də geniş otaq burada var. Orada sadəcə uşaq yatdığı üçün narahat eləmədik. 3 otaqlıdır. Geniş bir otağımız var. Gəl çölə indi.